Salam, hər vaxtınız xeyir. Demək olar ki, listin son videolarını çəkirəm. Yəni bu bir də video çəkməyəcəyim mənasını kəsb eləmir, amma dərslik listi olaraq demək olar ki, hər məsələyə toxunmuşam, hər mövzu haqqında danışmışam. Hər dəfə dediyim kimi bundan sonrası artıq sizin videoları təkrar izləməyinizdən və bərk test eləməyinizdən asılıdır. Çəkmədiyim bir dənə video qalıb, yəni sonda öz planımda yekun olaraq demo tapşırıqlar videosu çəkmək istirdim ki, yekunda öyrəndiyiniz şeyləri icmal olaraq necə tətbiq eləməlisiniz, özünüzü necə test eləməlisiniz, rasxod eləmədən. Rasxod nə mənada? Bir var, konkret olaraq öz pulunuzu hansısa brokerə qoyaraqdan öz pulunuz üzərindən əməliyyatlar açmaq və yaxud da ki, test eləmək. Yəni ilkin mərhələdə mən heç kimə ümumiyyətlə məsləhət görmürəm ki, ilk mərhələdə öz pulunu qoysun tradeə. Çünki yaşamadığınız duyğular var, təcrübə eləmədiyiniz bazar var. Mütləq şəkildə demo ilə başlamalısınız. Demoda müəyyən bir zaman, ən aşağısı 1 ay, 2 ay deyərdim mən. Amma bunu indi hər kəs özünə görə qərarlaşdıra bilər. Risk eləmək istəyən ala bilər fon hesabı, istəməyən davam eləsin demoda, necə deyim, profitablılığını test eləməyə. Demo hesabdan sonra fon hesabı almağınızı məsləhət görərdim. Fonda özünüzü yox olun. Çünki fon demodan daha başqa cür olur duyğusallıq baxımından. Üçüncü mərhələdə isə artıq real pulunuzla qoya bilərsiniz. Onda da əlbəttə ki, başqa cür olur duyğular. Amma ardıcıllıq budur ki, ilk növbədə demoda trade eləyin, sonra fon alın, sonra real pulunuzu qoyun. Çünki ilkin mərhələdən real pul qoyub səhv eləməyinizi istəmirəm, sizə məsləhət görmürəm. Mən bu günləri demo hesabda nələr eləyəcəksiniz, nə tapşırıqlar verəcəm, onu indi qısa izah eləyəcəm. Misal üçün, İlkin mərhələdə gedib bir fon almaqdansa, bir fon dediyim məsəl üçün FTMO fonu. Bu arada mən ucuz fonları məsləhət görmürəm. Çünki ucuz fonların necə deyim, sabahsı gün keçsəz belə sizə problem yarada biləcək, yəni ki, şeylər tapa bilər, nöqsanlar tapa bilər ki, filan vaxt filan cür trade eləmisən, filan vaxt filan şey eləmisən. Burada new trade də ola bilər, scalping də ola bilər. Yəni ki, bəhanə tapırlar da, çox bəhanə tapırlar. Yəni durmadan karda olsan belə durub sənə ilişirlər ki, sən xeyr ola, niyə bu qədər kardasan? Yəni çox qəribə bir sistemləri var, amma ən güvənilir fonlardan biri FTMO-dur. Fonlar barəsində də video çəkmişəm, əlavə eləyəcəm videoya, istəsəz oradan baxa bilərsiniz, baxmayanlar. Fon nədir, fon necə əldə edə bilərsiniz və s. Mən hər zaman dediyim kimi FTMO ən məsləhət görəcəyimdir. Düzdür, ola bilər bunu step 2-li olsun, yəni ki, 2 addımlı olsun, targeti çox olsun filan falan, amma ən güvənilir və pul verməkdə problem yaratmayan fondur FTMO. Ən güclü fondur deyərdim. Misal üçün, burada FTMO-da gördüyünüz kimi 100.000, daha doğrusu 10.000 dollarlıq hesab, hal-hazırda endirimdədir mən bilən. Yoxsa endirimdən düşüb. Düşüb. 20%də Black Friday endirimi var idi, indi 90 eurodur. Daha ucuz fonlar var əlbəttə ki, dediyim kimi mən onlara güvənmirəm. Yəni özüm də istifadə eləmişəm filan falan, amma güvənmirəm onlara. Yəni sizə məsləhət görəcəyim fon budur. Belə izah eləyim. Düzdür, fonlarla bağlı video çəkmişəm, indi üstündən qısa danışım. Sizə 10.000-lik hesab, yəni adı altında satmasına baxmayaraq, sizin 10.000 dollarlıq balansınız olmur. Bu 10.000 dolları leverage kimi düşünün. Sizin sadəcə itirə biləcəyiniz məbləğ balansınız sayılır. Yəni maksimum lossdur. Maksimum loss nədir? Bu 10.000 deyirik, siz 10.000-ə qətiyyən fikir verməyin. Siz alanda hesabınızı düşünün ki, mən 1000 dollarlıq bir hesabım var. Bunların da targeti elədir ki, profit targeti qoyurlar birinci addımda 1000 dollar, yəni 100%lik bir profit beklentiləri var. Əlavə olaraq ikinci etapda da 500 dollar profit beklentiləri var. Bu da eləyir toplamda 1000 dollar balansı 1500 dollar eləmək. Yəni ki, 2500 eləməlisiniz balansı. Yəni 1000 dollarınız var, 2500 olmalıdır. Düzdür, hesabı da elə görsənmir, hesabı da o olacaq 11.500, amma mən sizə daha aydın olsun deyə deyirəm ki, siz bunu psixolojik olaraq elə düşünün ki, sizin 1000 dollarınız var və 1000 dollardan 2 qat eləməlisiniz. Yəni burada olan 10.000 dollara boş verin. Bu 10.000 dollar sizin sadəcə leverage kimi düşünün ki, sizə şərait yaradır ki, yüksək leverage açmağa. Əlavə olaraq demək istəyərdim ki, 1000 dollarlıq balansla siz özünüz üçün gündəlik nə qədər kar qoyacaqsınızsa,
Onu fonda tətbiq eləyin. Fikirləşməyin ki, 10.000 dollardır. Mən 10.000 dollarla 1% ilə işləyim, günə nə bilim 1000 dollar eləyim və yaxud da ki, günə nə bilim nə qədər eləyim. 1000 dollarla günə nə qədər düşünürsənsə, o cür davam eləməlisən. 10.000-ə fikir vermə. Bu 10.000 səni aldadacaq, həmişə çaşdıracaq. Sən fikirləş, 1000 dollarım var. Mən bu gün 100 dollar qazansam əladır. Yox, keçmə 3 günə, 5 günə, keç günə 15 günə. 15 günə günə 100 dollardan eləyir elə 1500 dollar risksiz şəkildə. Yəni günə 1000 dollar, günə 100 dollar qazanmaq da swing formada çox asandır. Yəni %5 ilə belə girsən, oturub bütün günü gözləsən 100 dollar qazanacaqsan. 2 dəfə girsən 5 dollar götürsən 50 dollar eləyir elə bu. Yəni ki, çox asandır 100 dollar qazanmaq 1000 dollarla. Əlbəttə ki, psixoloji olaraq fikrin özündədirsə və qorxun yoxdursa. Mən məsləhət görərdim ki, ilkin növbədə demoda işləyin və ondan sonra fon alın. Mən bunu nəyə görə göstərdim? Demoda eləyəcəyiniz şey fonda eləyəcəyiniz şeylə eyni olmalıdır. Yəni gedin, mən bunun listin içində demo hesab açma, demo hesab istifadə eləmə videosu da var. Bilməyənlər oradan baxa bilər. Deməli 1000 dollarlıq bir demo hesab açırsınız. 1000 dollarlıq demo hesab açandan sonra siz özünüz üçün loss limiti təyin edirsiniz. Məsəl üçün bunlar 1000 dollar sənə balans verir. Düzdür 10.000 deyirlər, amma 1000 dollar nəzərdə tutun. Sənə loss verir, deməli bir günün içində 500, növbəti gün 500. Əgər bu gün 500 olsan, ki olmamalısan, 499 ola bilərsən. Yəni 500 olsan hesab partlayır. Lap deyək ki 400 dollar. Bugün 400 dollar oldunsa, deməli sənin zazor zapasın qalıb yerdə 600 dollar. Çünki sənin toplam losun 1000-dir. Bugün 300 dollar olmusansa, sabah 700 dollar ola bilərsən los. Bugün 200 olmusansa, sabah 800 ola bilərsən. Yəni ki, fikrim aydındır. Yəni maksimum losuz 1000 dollardır. Gündəlik limit təyin olub 500 dollar. 500 dollardan çox onsuz da los eləyə bilməsən, hesab partlayacaq. 490-da bağlasan, qalır sənin yerdə 510 dolların qalır maks los olaraq artıq. Belə, yəni ki, bunlar sənin üçün bu şərti qoyublarsa, günə 500-dən artıq mənfi eləmə, keç demoda da sən o cür davam elə. Misal üçün 1000 dollarlıq bir hesab aç gidən demoda, başda gün ərzində 100-150 dollar qazanmağa, 50 dollar qazanıb da çıxa bilərsən. Əsas məqsəd sənin mənfin çox olmadan uzun müddətli bazarda qala bilməyindir. 1000 dollarlıq bir dənə demo hesab aç. Qoy hətta bunları qeyd eləyə danışım. Yəni mənim demo tapşırığım sizə bu cür formadadır ki, $1000 bir dənə demo hesabı niyə işləmir? Nəyleniyorum. $1000 demo hesab 100 dollar oldu ama. $1000 demo hesabda nə etməlisiniz? Bu elə bir ki, sizin 1000 dollarlıq demo hesabınızdır. Mən bunu götürüm, qoyun bura, daha rahat olsun. 1000 dollarlıq demo hesabın sizin üçün loss nə olacaq? Target qoyun özünüz üçün gündəlik, yəni günlük target. Target gündəlik, mən deyərdim ki, məncə 100 dollar idealdır. Yəni tələsmirsinizsə ki, tələsməməlisiniz, trade-də tələsmək olmaz. 100-200 arası deyirəm, amma 200 eləməsəz dolar, 100 dollar. Hətta qoy 100 deyək. 100 dollar gündəlik. Lossuvuz da ki, loss günlük. Sizə onsuz da əgər fon alsanız 500 verir loss. Amma siz o demək deyil ki, 500 eləməlisiniz günə. Siz əslində qanunla, yəni ki, sizin bir prinsipli trade olaraq siz eləməlisiniz günə 50 dollar mənfi. Amma o cür trade eləmək çətin olacaq sizə 100 dollar qazanmağa. Mən sizə öz fikrimi deyəcəm ki, necə keçə bilərsiniz, swing trade necə edilir. Hər nə qədər 2-nin birə sisteminə uyğun olmasa da, daha güvənilir, daha uzun ömürlü bir strategiyadır. O barədə indi video davam eləyəcəm backtestdə. Lossunuzu elə ayarlayın ki, daily loss olmayasınız. Yəni daily lossunuz 500 dollardırsa, 500 dollar olmamalısan. Özün üçün belə bir şərt qoy. Əlavə olaraq da ki, 500 dollar olmamalısan, amma 100 dollar qazanmalısan. Bu çox asandır. Nəyə görə? Misal üçün, deyək ki, belə deyim. Necə deyim? Belə deyim. Hətta bunu silirəm. Baxaq bura. Bu hansı tarixdir? Biz niyə 2025-ci ildəyik? 2025-in bu necə backtestdir ki, mən indiki zamandayım. Mən necə backtest edeyim bəs bu? Nəysə, qoy mən çıxım buradan ən yaxşısı. Qoy.
Necə ola bilər? Mən 2025-ci ildə olmamalıydım axı. Yəni fon hesabında uğurlu olmağınızın yolunu izah eləyəcəm və ən əsası bu nədir? 2025 hə, düz deyil də bu. Description qutəsini açım. Select page. Misal üçün, mən swing necə rahat trade eləyirəm? Yəni ki, imkansız yerə stop qoyanda qiymət doğrudan-doğru heç vaxt gələ bilməz də. Yəni mümkün deyil ora gəlsin. Çünki elə bir lotla girirəm ki, mümkün deyil də gəlib fırlanıb ora çatmağı qiymətini. Deyib bir dənə baxaq elə belə. Dale-də vəziyyət necədir? Dale-də vəziyyət hal-hazırda непонятlıdır, çünki range-dədir. Mən misal üçün bunu backtest kimi də düşünə bilərsiniz. Mən ilkin analizdə nə görürəm? Mən bu hissədə bir range görürəm. Gündəliklə 1, 2, 3, 4, 5, 6, 7. Bir həftədir ki, qızıl eyni qiymət aralığında oynayır. Yəni harda? 66 ilə 20 arası, 40 dollarlıq bir aralıqda oynayır. Mən bu dəqiqə heç cür bilə bilmirəm ki, bu aşağı gedəcək yoxsa yuxarı qalxacaq. Çünki heç bir səbəb yoxdur bunu bilməyim üçün. Və mən görmürəm heç nə hal-hazırda. Keçirəm 4 saatlığa. 4 saatlıq da gördüyünüz kimi range-dədir. Bu hissəni görürsünüz və yığılıb qalıb buradadır. Heç bir yuxarı aşağı atılım yoxdur. Yuxarı getməsi üçün bir səbəb yoxdur, aşağı getməsi üçün bir səbəb yoxdur. Dale-də baxıram, bu hissə boşdur, amma gəlib bura iynə atıb, qalxıb, buradan bəlkə reaksiya alıb indi düşür, amma yəni bunun açıq aşağı getməsinə də bir səbəb görmürəm. Yuxarı çıxmasına səbəb var, çünki trend yuxarı yöndədir. Uptrend var, yüksələn trenddir. Bu məntiqlə düşünə bilərik ki, qalxacaq. 4 saatlıq непонятlı yerdədir, qərar verə bilmərik nə edəcək. Saatlıq həmçini bilinmir nə edir, saatlıqda düşüşdədir. Hal-hazırda bilmək olmur nə edir. Amma biz bu momentdə ümumiyyətlə trade eləməməliyik, ya da ki, çox aşağı time'da scalp eləyə bilərik. Misal üçün, düşünün ki, bu düşüşsə hara kimi düşə bilər? Çox düşə bilər. Bu dəqiqə risklidir girmək üçün. Amma belə düşünək, qoy biraz qabağa ataq ki, bunu biz istədiyimiz şeyə gəlib çataq. İlk görək haranı qıracaq bu. Hələ də range-dədir. Yəni üstə atdı özünü. Hə, bu deməli qalxacaq. Çünki bu range qırdısa, indi buralardan təzədən giriş eləmək olar. Ya buradan, ya buradan. Sözümün canı nədir? Əgər artıq qiymətin yuxarı yönünü getdiyindən əmin oldunuzsa, gözləyin ya düşsün buraları açasınız. Məsəl üçün belə deyək. Deyək ki, buradan bay açın. Və bura bir dənə limit atın. 0,5 ilə, çox az risklə yəni. Bu nə deməkdir? 0,5 ilə buradan açsaz əgər siz, 1000 dollar balansdan danışıram. Təsəvvür elə ki, 0,5 lot açdım buradan. Bax, buradan. Bu gəlir düşür 60 səviyyəsinə. 0,5 ilə dərsdə izah eləmişdim. 1 dollar qalxışa nə qədər sizə xeyir və yaxud mənfi verir? 0,5 ilə açmışıqsa 1 dollara 5 dollarlıq, yox bir dəqiqə deyən, 5 dollar. 1 dollara 5 dollarlıq kar və yaxud da ki zərər verir. Mən qoy pauza verim. 5 dollarlıq kar və yaxud da ki zərər verir. Bu hissədən limit atmışıqsa ya bura ya bura. Mən deyərdim əslində bura daha gözəl girişdir. Çünki bu zona bura gəlib buradan qayıdacaq. Amma yenə də bir də görürsən heç qayıtmır, qalxıb gedir. Ortalama bura atıram mən. Bu 4 saatlıqdır hətta. 1 saatlıqda elə qəşəng yerə atmışam. Misal üçün, əgər buradan qiymət bura gəlsə, bizim əmrimiz açılsa, mən stopumu hara qoyardım? Stopumu aparıb qoyacağam bura ya da bura hətta. Belə bir yerə qoyardım. Bu nə qədər elədi? 60-dan 79-a. Lap bunu elə eləyək ki, daha rahat hesablansın. 80-da deyək. 1879 89-dur. 60-dan 80-a 20 dollarlıq bir fərq var. 20 dollar 0,5 lotla nə qədər eləyir? Eləyir 1 dollar 5, 20, 100 eləyir də deyəsən. 100 dollarlıq bir stop qoyuram ki, az oldu ya. Mən normalda daha çox qoyardım. Amma deyək ki, qoydum. Okay. Onda deməli, düz hesablamıram. Deyəsən düz hesablamıram. 580 deyə qardaş, nə danışırsan sən? 60-dan bura, deyirəm axı. 60 dollar eləyir bu. O da eləyir 20, 80 dollarlıq bir fərq. 80-dakı 0,5 ilə eləyir 400 dollar.
Çox gözəl. 400 stop. Əgər bura stop qoysanız, bu 400 dollarlıq stopdur. Məsələ nədir? Siz onsuz da günə itirə biləcəyiniz məbləğ 500 dollardır. Və karınız da 100 dollar qazansa sizin üçün kifayətdir. 100 dollar qazanmaq üçün 0,5 lotla girəndə nə qədər qiymət qalxmalıdır ki, siz 100 dollar qazanasınız. 10 dollara əgər 50 dollar qazanc verirsə 0,5 lot, deməli düzdür. 10 dollara 50 dollar qazanc verirsə 20 dollara 100 dollar qazanc verir. Yəni 50-dən qiymət 80-a qalxanda, bura qalxanda siz artıq 100 dollar qazanacaqsınız. Mən hətta stopa take-ara qoymuşam 91-ə, 30 dollar yuxarı qoymuşam. Bu da deməkdir ki, 35-150 dollar kar. Elə belə atıram bunu, yəni yəqin ki, bura qalxacaq, amma mən nə edərdim? Daha fix qoyardım, misal üçün bura. Belə bir şey qoyardım. Bu artıq eləyəcək 77, 17 dollar buradan, lap 17 olmasın, yaxşı olsun 20. 80-da qoydum, 20 dollar olsun. Burada sizin qazancınız olacaq 100 dollar. Düzdür, risk olaraq 500-400 dollar risk atmış sayılırsınız. Amma bu dediyim kimi çox əmin olduğunuz nöqtələrdə girəndə belədir. Yəni qiymət 4 saatlıq qrafikdə qiymət bura niyə düşsün ki? Nə ehtiyac var? Bu əgər qalxırsa qalxacaqdır. Yəni bunun bu cür qalxması, bu cür düşməsindən daha ehtimal olunandır. Və bunu belə eləmək olar. Mən çünki bunu aylarla yoxlamışam, işləyir. Nə edirik indi? İndi play edirik, görək nə olur. Gəldi girişimizə düşdü. Ondan sonra nə oldu? Qalxdı. Ondan da yuxarı getdi. Yəni bunu demək istirdim. Girişiniz sən okey, mən indi qəşəng giriş elədim. Ola bilər girişiniz misal üçün burada yox, deyək ki, bura kimi gəlsin. Hətta deyərdim bura kimi də gələ bilər. Siz buradan eləmisiniz amma gəlib bura kimi. Bura artıq 20-dir. 40 dollar oradan, 40 o da 4, 5, 200 dollar. Siz burada olanda 200 dollar olanda qorxmayın. Gözləyin, bu axır əvvəl qayıdıb bura gələcək. Və bura gələndə də qorxmayın ki, bax sıfırda bağlayayım. Gözləyin, istədiyiniz nöqtəyə gəlsin. 100 dollar qazancı oldu. Günü bağlayırsan, çıxırsan, gəlirsən. O birisi gün gəlirsən. 100 dollar qazanırsan, çıxırsan, gəlirsən. 100 dollar qazanırsan. Bir də belə bir, bunu da deyim sizə. Deyək ki, buradan giriş atmısan 15 dəqiqəlikdə. Baxaq. Bu gəldi, bayaq deyim kimi, tam girişdən qayıtmadı deyək ki, bax düşdü buralara. Bu gəldi buralara girəndə, sən axı 105 girmisən burada. Bu gələndə buralara artıq baxırsan ki, misal üçün deyirəm, məsələn, bu səviyyə də qəşəng səviyyədir. Artıq buradan 100% qayıtmalıdır. Buradan da bir dənə 105 açırsan. Bax buradan da bir dənə 105 açırsan, bunu qoyursan yenə bura. Bunu da qoyursan o birisi girişi və artıq sənin buradakı karın buradakindən daha da çox olacaq. Üstə gəl, sən elə bunu saxlasan, bu ilə bir yerdə bura gəlsən, artıq 200-dən, 300-dən çox qazancın olacaq. Yəni baxdın ki, girişin qəşəng olmuyor. Buradan giriş atmışsın, amma gəldi qiymət buradan qayıtdı. Ümid edirəm izah eləyə bilirəm nə demək istədiyimi. Yəni brush olsaydı. Hanı brush? Burada brush yoxdur, bala. Brush yoxdur, ay bala. Hanı brush? Nəysə. Qoy oxla göstərim onda. Digə ox tap. Brush buradaymış. Əgər bu girişimiz buradan yox, gəlsəydi misal üçün belə-belə eləsəydi, baxırıq ki, misal üçün 1 saatlıqda bax bu hissə misal üçün, bax bura qəşəng blokdur. Mən deyərdim ki, uzaq başı gəlib bu iynələri alıb buradan qalxacaq. Sonra bu hissədən bir dənə bay belə açırsan yuxarı, bax buradan. Buradan bay açırsan, bu artıq buradan qalxanda bu səviyyə hansı səviyyədir? 19 səviyyəsi, lap 20 deyək. 20-dən 60-a qalxanda 40 dollar fərq var. Bura çatanda 200 dollar profitdəsən sən. Burada açdığında sıfıra çıxdı. Burada 200-dəsən, artıq günlük hədəfin 2 qatını tamamlamısan. Elə buradan da buraxsan, artıq bura gəlmiş olsa belə, 100 buradan, 100 də bu. 100 o da 200, 300 bir dənə də buradan 100, 400. Sən artıq 400 dollar karda olursan. Nəyə görə? Çünki qiymət düşə-düşə bir dənə də girmirsən. Daha hər 1 dollardan bir girdirmirəm ha. Düşdüsə gözdə ən super yerdən bir dənə də gir. Düzdür, sənin mənfin artıq burada çatanda ola bilər çox olsun. Təqribən buradan 600 dollarlıq stopun olacaq ümumi. Amma bilirsən necə, bilirsən də ki, bu necə deyim, qalxan trenddir də, bu maksimum hara kimi düşə bilər. Yəni qrafikdə görsən ki, bu fix qalxan qrafikdir, qorxma bay açmaqdan. Və yaxud da ki, açdın da elini, baxdın, gördün ki, bu düşə-düşə gedir. Qorxma sel açmaqdan. Selivi aç ki, axır əvvəl onsuz da o qiymətə gələcək. Qoy getsin fırlansın dünyanı, qoy getsin, gəlsin. Axırda onsuz da gəlib çatacaq sən istədiyin yerə. Bu da nəyə görədir? Az lota görə.
Mən həmişə deyirəm, az lotla nə açırsan aç, onsuz da profitdə ola bilərsən. Çünki az lotun mənfisi səni yıxmayacaq. 0,5 nə açmısan, qoy getsin, gəzsin dünyanı. Bir şey ki 0,5 ilə 10 dollar, 100 dollar hərəkət eləsə, 500 dollar mənfi eləyir. Təsəvvür edirsən 100 dollar, 100 dollar qiymət dəyişsə, 100 dollar. O da ki, çox retk olan, hətta olmayan bir şeydir yəni o. 100 dollar sən girişindən əks getməyi çox absürdür. 10 dollar aşağı düşməyəcək deyirsən, 100 dollar əks gedəcək. Yəni bıraq qoy getsin 20 dollar, 30 dollar, 50 dollar, 60 dollar, axır əvvəl qayıdıb gələcək də. Yəni ondan qorxma. Bu belə. Yəni ki, fonu belə keçə bilərsiniz. Amma bunu birbaşa fonla yox, demo ilə yoxlayın. Demo ilə necə? Dediyim kimi. Açın bir dənə demo hesab 1000 dollarlıq. Başlayın orada swing trade eləməyə. Swing trade nədir? Daily'də analiz eləyin, 4 saatlığın boşluqlarına baxın, daily'nin boşluqlarına baxın, saatlığın boşluqlarına baxın, düzgün entry yeri seçin. Ondan sonra limit atın və yaxud da ki, əgər baxılanda qrafik həmin boşluqda olduğunu görsəz, oradan entry eləyin. Boşluq nədir? Hər videoda danışmışam, indi yenə burada da danışaram. Boşluq misal üçün, bir dənə bunun sürətinə qabağa keçim. Ayda bunlar niyə bugün də deyim? Buranı necə təmizləyim? Hadi elə buradan baxaq da. Hə, neysə. Boşluq nədir? Bu saatlıqdır, bu 4 saatlıq. Boşluq var budur. Boşluq budur ki, bu bura gəlməlidir. Və buralara ən azından gəlməlidir. Mən nə edərdim? Limit atardım bura. Stop qoydum. Nə edirsən bala? Stop qoydum bura. Arkadaş. Stop hara qoyum? Misal üçün bura. Tıfını hara qoyum? Elə bura yaxşıdır əslində, amma boruzluq eləyir. Ya da niyə boruzluq eləyirəm? Elə bura qoyuram. Qəşəngdir də, 76-dan nə qədər eləyir o? 24 dollar. 1 ilə girsəm 240 dollar eləyir. 0,1 ilə yəni. Okey, baxaq. Çox bomba ya, çox bomba. Çox gözəl, çox gözəl. Mən belə necə mükəmməl trade eləyirəm. Buna bax ha, belə nöqtə atışı ola bilməz də. Tam düşündüyüm kimi. Yəni bunu sizə nəyə görə göstərdim? Siz də bu cür görün. Boşluq nə demək idi? Bayaq nə dedim? Bu heç olmamışdan qabaq. Bura boşluqdur. Qiymət buranı ziyarət eləməlidir ki, dərc öz yönünə getsin. Atdım limit bura, gəldi limitimə dəydi, qalxdı. Təsəvvür edin, bunu 15 dəqiqədə baxanda qram, yəni drawdown yoxdur burada. Heç mənfiyə getdi yoxdur. Düz girişimdən gör necə qalxıb. 5 dəqiqəliyə baxın, necə də super işləyib. Nəyə görə? Çünki basit bir göz lazımdır bunu görməyə. Çünki burada boşluq var idi. Qiymət gəldi, iynəsini atdı bura, getdi öz istiqamətinə. Mən nə etdim? Dedim, bayaqları borcluq eləyim, burada qoyum. Burada qoysaydım onsuz olacaqdı. Sadəcə niyyət burada nədir? Kifayətlənmək. Əmin profit nöqtəsinə, deməli, əmin olduğunuz yerə take profit qoymaq. Əmin olduğunuz yer nədir? Yəni bu hissə. Bax, bura yaxşı yerdir. Ola bilər bunu alsın, qalxsın, getsin, buraları alsın. Amma bu ikinci məsələdir. Ola bilərdi. Mənə ola bilər lazım deyil. Mənə fix lazımdır. Bura bilirəm ki, profit olacaq. Nədir bu? Giriş nöqtəm 76, profit nöqtəm 700. Nə qədər elədi? 24 dollar elədi. 0,1 ilə girmiş olsaydım 240 eləyirdi. 0,5 ilə girmiş olsaydım 24-ün yarısı 24-ün yarısı 12, 120 dollar eləyirdi. Bəsim də 120 dollar çıxıb gedəcəkdim. Aydındır fikrim. Backtest videosu istəyirsiniz, yəni backtesti çox eləmişik, yenə də eləyərəm, amma sizin bunu görməyinizi istəyirəm. Bu boşluqları siz də görün, siz də bunu təcrübə eləyin demo hesablarda. Dediyim kimi, gedin, açın bir dənə 1000 dollarlıq demo hesab, yəni ki, pulsuzdur onsuz da, demodur bu. Balansınızı 1000 dollar qoyun, başlayın mənim videomda baxdığınız şeyləri qrafikdə özünüz görməyə. Açın Daily-ni, Daily-də baxın, xəttlərinizi çəkin, dəstək dirəncinizi çəkin, boşluqları işarətləyin, gözləyin qiymət ora gəlsin. Gözləmirsinizsə limit atın, gedin işinizlə məşğul olun. Limit atın, misal üçün bura, mən nə etdim? Limit atdım bura, bu 4 saatlıq qrafikdir. 8 saatdan sonra gəldi, dəydi bura. Bəlkə 8 saat içində siz bütün gün qrafikə baxa bilməyəcəksiniz. At limiti və take profit qoy, çıx get də. Gördün, gəlib dəyib də axır bura. Yəni trade rahat eləmək istəyirsinizsə başın üstündə qalmalı deyilsiniz. Daha rahat olmalısınız, relax olmalısınız. Özünüzdən əmin olmalısınız. Bilirəm boşluqdur, gəldi bura qalxacaq, vəsə. Atdım, çıxdım, getdim. Gördünüz nə rahat. Həmçinin bunun əksi də düşən trenddə edilir. Əgər düşdüyünü görürsünüzsə trendin, misal üçün bax bu hissə. Bax bu düşən trenddir. Mən bu hissədə artıq bax bunu eləyəndən sonra mən buradan sel açardım, stopu qoyardım bura. Görürsünüz nə qədər düşüb. Çünki bu düşür də onsuz da. Bu axır əvvəl düşəcək də. Burada misal üçün bunu qırıb qalxır, deməli bu qalxacaq da, heç olmasa gəlib buranı almalıdır. Yəni mən bu cür görürəm. Bu kubu, yəni range, əgər bu qırıb qalxıbsa, bu boş-boşuna qırıb qalxmır bunu. Buranı da gəlib bir nəsə eləməlidir, buralara da bir gəlməlidir.
Lap buranı qıra bilməsə belə gələcək bura bir dənə kəllə atmağa. Ki bax gəlib kəllə atıb. Gəl prosta elə belə baxaq görə dərş nə necə. Yəqin ki bunu deyən görüm 4 saatlıqdır bu. Baxaq da görə nə edir. Burada noş belə elədi, reaksiya aldı buradan. Bunu qıra bilmədiyinə görə gəldi, düşdü bura. İndi yenə qalxmağa çalışır. Bura nəyə gəldi? Bu bloka görə gəldi. Görə yenə düşəcək, yoxsa yox. Məncə buradan qalxmalıdır. Əslində. Amma daha sürətli eləyək bunu. Yox. Düz olmadı. Elə düz eləmişdik, fikirləşmişdik ki, bura. Buranı qıra bilmədiyinə görə düşdü. Nöş düşdü. Baxa görə deyildi düşməsin. Ay. Reklamlara çıxırıq, sağ olun. Reklamlar bitdi, videoya davam edirik. Nəyə görə bu düşdü? Buranı ala bilmədi, ona görə düşdü. Biz nəyə görə çox yaxmamışdıq? Çünki əmin olduğumuz yerə qoymuşduq ki, birdən buranı ala bilməz düşər. Və elə düşdü də. Düzdür, açıq gözləyirdim buranı düşsün, buradan yenə qalxsın. Amma aşağı düşdü. Aşağı nöş düşdü? Baxaq, məsələn, sual yaradır. Niyə görə aşağı düşdü? Sən demə deyil də burada boşluq var imiş, gəlibmiş ora dəyməyə. Baxırsan, bir nətər fikir verməmişik bura. Görürsən, baxmaq lazım deyiləyə. Burada da bax boşluq var, görürsüz? Bu boşluğa gəlib ziyarət eləyib. Sonra deyildə 4 saatlıqda nə var idi? Allah yaxşı da nə istəyirsən məndən? 4 saatlıqda nə var idi? 4 saatda bir şey yox idi. Düzdür, burada boşluq var. Hə, bura gəlib də. Hə, bura gəlib elə 4 saatlıqda da deyildədir. Bu buradan qalxacaq. Bu buradan qalxmasa ya, mən hətta belə bir şey eləyəcəm, bax. Allah, nə olub bu? Bura qoyun, ya da risk eləməyim, bura qoyun. Bunu da aparıb qoyacağım sən hara? Bura qoyacağım bu şey, nervləndim. İndi sən tuxun çatır, qalxma yuxarı. Qalx bilə. Qalxdı bilə. Всё. Belə olmalıydı. Niyə? Çünki bu hissəyə baxanda yenə hər dəfə dediyim kimi arxa fona baxmamışdım. Bura baxanda baxdım, xəbərim oldu. Hə, bura gələcək, uzaq başı bura düşə bilər, qalxacağı nöqtə buradır. Amma bundan sonraki dedim, qoy görək buradan nə edəcək. Qoy görək buradan nə edəcək deyəndə baxmadım mən arxa fona. Ki bu dərşi bunun gücü çatmayıb nə edə bilər? Gəlib buradan reaksiya ala bilər. Bax, elə də oldu. Gördüyünüz kimi gəldi bura. İndi böyük ehtimal bu trend nə deməkdir? Mən buranı almağa gəlirəm. Bu indi hətta belə deyərdim. Bir dənə də buradan bay açaram mən. Targeti qoyaram. Allah bəsdir də belə. Bunu da qoyaram hara targeti. Qoy bir dənə deyiliyə baxım. Deyildə nə boşluğumuz var? Bir şey yoxdur. Bunu qoyardım bura. Yox, bura qoyardım. Deyəm baxım. Bura qoyuram əş. Bunu da qoyuram. Tara qoyum bu. Bura qoyum da, problem olmasın. Gövdəyə qoysam laf yaxşı olar, amma neysə. Baxaq, girişim hardandır? Hardan da girişim? Elə buradan girdim, borcluq elədim mən yenə. Yaxşı, baxaq. Qalxdı da qardaş, qalxdı da, nə istəyirsiniz məndən? Bəsdirin də. Sağ olun, bağlayıram videonu.